sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə verilən 3 ay müddət bugün başa çatır. Yeni Sabah məlumat verir ki, bunu unikala açıqlamasında deputat Vüqar Bayramov deyib. Bu deyib ki, dövlət başçısı tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncama əsasən Nazirlər Kabinetinə sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün 3 ay vaxt verilmişdi. Keçən müddətdə hökumət tərəfindən müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması həyata keçirildi. Güman edilir ki, vaxt başa çatdığı üçün bu təkliflər hazırdır və Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim ediləcək. Dövlət başçısına təkliflər təqdim olunduqdan sonra cənab Prezident tərəfindən müvafiq sənədin imzalanacağı gözlənilir. Bununla sosial müavinətlərin və təqaüdlərin artırılması həyata keçiriləcək. Təkliflər ictimaiyyətə təqdim edildikdən sonra hansı müavinət və təqaüdlərdə artımın olacağı bəlli olacaq. Eyni vaxtda neçə faiz artımın olacağı bundan sonra aydınlaşacaq. Bu o deməkdir ki, yaxın vaxtlarda dövlət başçısının tapşırığına uyğun olaraq sosial müavinətlər və təqaüdlərdə artımlar reallaşacaq. Bu o deməkdir ki, hazırda müavinət və təqaüd alan vətəndaşlarımızın aldıqları məbləğlərin artırılması istiqamətində addımlar atılacaq. Hansı müavinətlərdə artımların olacağı təkliflərin təqdimatından və müvafiq sənəd imzalandıqdan sonra məlumat bölüşüləcək. 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paket növbəti mərhələdə müavinətlərin və təqaüdlərin artırılmasını özündə ehtiva edəcək. Bu o deməkdir ki, daha çox vətəndaşımız sosial paketdən faydalanacaq.